Salam hörmətli tələbələr və eləcə həvəskarları. Bu günlərdə maraqlı bir sualla qarşınızdayım. Deməli, bizə deyir ki, 21 + 4 vur 8 + 4 vur 9 + 5 bölünsün 7 + 5 vur 6 + 8-i hesablayın. Biz nə etməliyik uşaqlar birinci? 21-i sadə ədədlərin hansısı kimi yazmaq lazım? Yazırıq mən 3 vur 7 + 4 kimi. Bunu yazdıq. 8-i yazıram 2-nin kubunun üstü 4. 8 axı 2 üstü kubdur. 2-nin kubunun üstü 4 kimi. 9'u yazıram 3'ün kvadratının üstü 5 kimi. Eləmi? Digərləri qalır 7 + 5 qalır. Yerində 6 da 2 vur 3 yazıram. 2 vur 3'ün üstü 8 kimi. Burada olaram nə? Burada olaram ki, bu mötərizə 4 olduğu üçün bu 4 həm 3 aiddir, həm 7. Yəni 3 üstü 4 vur 7 üstü 4 vur 2 üstü 3'ü 4'ə vuranda 12 vur 3 üstü 10. 2 5'ə dəyəndə 10 eləyir. Burada da 7 üstü 5 vur. Bu 8 həm 2 aiddir, həm 3 aiddir. 208 vur 3 üstü 8'ə. Eyni ifadələrdə əmsallar eynicə qüvvətlər toplana bilər. Yəni 3 üstü 4, 3 üstü 10'a vuranda nə olurdu? Toplayırdıq. Olurdu 3 üstü 14, vur 7 üstü 4, vur 2 üstü 12. Məxrəci qalır yerində. Uşaqlar, indi 3 üstü 14'ü 3 üstü 8'ə böləndə nə idi? Üstlər çıxılırdı. 14'ün 8 çıxana nə alıram? 6. Deməli, yuxarıda qaldı 3 üstü 6, aşağıda qaldı 1. İxtisar getdi də. 7 üstü 4'dən 7 üstü 5. İxtisar aparanda burada 5'li, burada 4'dür də. Çıxanda -1 qalır. Yəni 7 qalır məxrəcdə. Yuxarıda qalır yenə 1. 2 üstü 12'ni 2 üstü 8'ə böləndə 12'nin 8 çıxanda 4 edir. Deməli qalır nə? 2 üstü 4 qalır yuxarıda, aşağıda qalır 1. Bunu sadələşdirəndə 3 üstü 6 vur 2 üstü 4 bölü 7. Vəssalam. Cavab eləcək bu. Uşaqlar, deyərsiniz, ay müəllim, bəs bunun da konkret rəqəm yazaq. Uşaqlar, bunun nə mənası var? Mən durum yazdım burada 3 üstü 6, hər dəfə 81 vur 9 eləyəcək. Həzrə həmin cavabı 2 üstü 4'ə vurum. Yəni nəyə lazımdır o belə adamlar? Yəni əsas odur ki, bilin ki, bu tip misallar necə həll olunur. Yaxşımı? Video xoşunuza gəldiysə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.